Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və əşhədu ən la ilahə illallah vəhdehu la şərikə ləh və təvəllə salihin. Və əşhədu ənə Muhammedən abduhu və rasuluhu. Və sallallahu aleyhi və səlləm salatan və səlamən daimeyni mütələzimeyni ilə yevmiddin. Allahümmə ənfa'ni bimə əlləmtənə və allimni və yənfa'ni və zidni ilmə. Sonra şeyx gətirir ki, növbəti hədis elm kitabından. Qalə li İbn Zübeyir, mənə İbn Zübeyir dedi ki, kənət Ayşətü tusiru ileykə kəthirən fəmə həddətəkə fi Kəbət, qultu, qalət li, qalə Nəbi s.ə.v. Ya Ayşə, ləulə qavmiki hadithun, əhduhum qalə İbn Zübeyir bi kufri, lənəqattul Kəbətə və cəaltu ləhə bəbeyn, bəbu yədxulun nəs və bəbu yaxrucunə, və fəaluhu İbn Zübeyir. Deyir ki, İbn Zübeyir deyir ki, mənə dedim ki, Ayşə radiyallahu haqqında soruşdum, Kəbə haqqında. Mənə deyir ki, Allah Rasulü dedi ki, əgər deyir, insanlar deyir, bunu danışmasa, yəni problem çıxartmasa, bunu iki qapıdan eləyərdim. Bir giriş, bir də nə deyir, çıxış qapısı. Lakin deyir, bu deyir, olmaz da və bu cür gəlibdir. Lakin deyir, bu məsələ deyir, artıq İbn Zübeyrin dövründə nə oldu? Baş verdi. İki qapıdan ibarət elədilər. Kəbənin o vaxt bir qapısı var da bildiniz. Və sonra o təzədən uçurulub bir qapı oldu. Qayıtı nədir? Əslinə. Səvə zəlikə ənə Qureyşin ləmmə əradu binəən qasurat bihimin nəfəqa və ləm yecidu mələn yəbunuhə bihi alə vəçil kəmil. Deyir, o vaxt deyir, o tikiləndə, Qureyşlər onu tikəndə deyir, yəni onun imkan olmadı ki, qapıl eləməyə deyir, yəni bir qapıldan olaraq yəni düzəltdilər. Fərəəv ən yuxricu cüzən minhə min qeyri binən fəkənəl ləqü ən yuxrica minhə cüzən şiməli ləənnə cüzən cənubiyyi həcərul əsvat və fihi ruknul yəməni. Yəni, orada elə hallar var idi ki, yəni umum məsələni gətirir. Yəni, elə hallar var ki, o hallar insanlar onu düzgün başa düşmək, düzgün anlamaz deyə, hətta icazə olsa belə onu dəyişməmək. Onu dəyişməmək. Və ona görə də bu şeylərdən şeyx biraz nədir? Şeyx Buxari əlavə bir hədis gətirir və fayda olsun deyə. Burada da deyir, artıq Məkkə fəth olunandan sonra o deyir, İbn Zübeyir vaxtında onlar deyir, dəyişdilər və sonra yerinə qaytardılar, bir qapılı elədilər. Yəni, qısa olaraq deyir, bir şey ki, insanlar başqa cür başa düşəcəklərsə, onunla tərpətmirsən. Buraya hal-hazırda biz Mədinəyə girəndə görürük ki, orada nədir? Yazılıbdır Allah, Muhammed məscidin içində də görənlər görübdür. Əslən, bu nədir? Bidətdir. Bu bidətdir. Yəni, yazılar bidətdir. Bəzi yerlərdə yazılar var. Lakin, onu silsən, böyük bir fitnəyə səbəb olduğuna görə ola bilər. Ona görə onu neynərlər? Saxlayırlar. Bəzi hallar var ki, bu hallarda nədir? Dayanırsan. Sonra gətirir ki, anlamayacaqlarından qorxduğundan elmi bir toplumundan gizlədərək başqa bir topluma açıqlamaq. Bu şəriətdə icazəli bir şey. İnsanların başa düşmədiyinə görə, məsələni anlamadığına görə saxlayırsan bu toplumda və başqa toplumda amma onu danışırsan. Bu şey də nədir? İcazəlidir. Və sonra gətirir Əli radiyallahu anh sözünü həddithun nəsi bimə yərifun ətuhibbunə ən yükəzibə Allah və Rasuluh. Deyir, insanlara deyir, hansı ki, bildikləri şeyi danışın, anladıqları şeyi danışın, başa düşdükləri şeyi danışın ki, açıqlayacaqlar. Məyəm deyir, siz də istəyirsiniz, deyir, onlar Allah və Rasulunu yalan saysınlar. Əli radiyallahu anh nədir? Bunu insanlara danışır. Ənəs ibn Məlik radiyallahu anh deyir ki, ənnən Nəbi s.ə.v. Muazun radifuhu alə rahli
Ənas bin Məlikdən gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Muaz hansı ki, dəvənin tərkində, arxasında onunla bircə gedirdi. Radif arxasında oturmaq da tərkində. Onunla birdə deyir, nə gedirdi. Dedi ki, ey Allah, ey deyir Muaz İbn Cəbəl. Muaz radiyallahu cavab verir, Ləbbeykə ya Rasulallah və səadeykə. Buyurun deyir, əmrinizə müntəzirəm. Yəni, cavab verirəm çağırışınıza. Bir də deyir, təkrarladı və Muaz radiyallahu o sözü bir də cavab verdi. Dedi, ey Muaz, mə min əhədin yəşhədu ən la iləhə illallah və ənə Muhammedən Rasulullah sidqan min qalbihi illə hərramallahu alən-nər. Deyir ki, ey Muaz, kim deyir, şəhadət kəlməsini, mühimdir bu, şəhadət kəlməsini deyərsə ki, əşhədu ən la iləhə illallah və ənə Muhammedən Rasulullah. Nə ilə? Sidqan min qalbihi, qəlbdən doğru olaraq, yəni həqiqi inanaraq, həqiqi etiqad edərək, bunu deyərsə də, cəhənnəmdir, odunu Allah ona haram edər. Cəhənnəm odunu Allah ona haram edər. Deyir ki, ey Allahın Resulü, əfələ uxbiru bihin nəs fə yəstəbişiru. Deyir ki, ey Allahın Resulü, bunu insanlara çatdırım bunu insanlara və insanları bununla müjdəliyimmi, sevindirimmi? Qalə idə yəttəkilu. Deyir, xeyr. Xeyr demir. Deyir ki, arxeynləşərlər, rahatlaşarlar, asanlaşdırarlar. Amma xeyr demir. Və əxbərə bihə Muazun ində məvtihi təəthümən. Deyir ki, Muaz İbn Cəbəl radiyallahu anh günaha batacağından qorxaraq ölümünə yaxın bunu dedi. Günaha batacağından qorxaraq ki, haqqı gizlətmək baxımından nə dedi? Və onu ölümünə yaxın dedi. Buradan da Buxari rahiməhullah bir dənə istinbat çıxardır və deyir ki, haqqı anlamayan bir qövmdən anlayan bir qövmə nədir? Cəhdirmək və fərq etmək. Əgər o zamanlar onu desəydi və Peyğəmbər s.ə.v ölümündən sonra bir nə qədərdən sonra demək olar ki, hər şey nə olardı? Asanlaşardı. Hətta vallahi alim bəziləri namaz da tərk edərdi. Məsələn, düzgün anlamazdı. Və ona görə gətirir ki, şeyx deyir ki, elə hallar var ki, o hallarda haqqı demək lazım deyil. Əgər böyük fəsad törədiləcəksə. Buna uyğun başqa bir hədisi gətirir ki, Səmi'u Ənəs İbn Məlik, eşitdim deyə Ənəs ibn Məlikdən, İdə zukirə li ənnən Nəbiyyə s.ə.v qalə li Muaz ibn Cəbəl. Mənə zikr olundur ki, bir nəfər mənə dedi ki, Peyğəmbər s.ə.v Muaz ibn Cəbələ deyib. Bu sözü dedi. Mən ləqiyə, mühimdir, mən ləqiyə Allahə, kim Allahla görüşərsə və ya kim Allahla görüşdükdə, söhbət nədən gedir? Öldükdən sonra dünyasını dəyişdikdə də, kim Allahla görüşdükdə, lə yüşşiqu bihi şeyən, ona heç nəyi şərik qoşmayıbsa, yəni Allahla görüşdüyü halda şirk qoşmadan gedərsə, görüşərsə, daxaləl cənnə, yəni deyir, birbaşa artıq nəyə daxil olar, nəyə? Cənnətə. Yəni kim şirk üzərində getməzsə, şirk qoşmadan Rəbbinə getməzsə və şirk qoşmadan dünyasını dəyişib Rəbbi ilə görüşərsə, hamısı eyni mənanı daşıyır. Onun yeri haradır? Cənnət. Bunlar hamısına tövfiqdir. Ən mühim nədir? Məsələlərdir. Deyir, ey Allahın Rasulü,
Bunu da insanlara çatdırırmı? Deyir, yox deyir. Asanlaşdırarlar. Hər şey nədir? Yenə də asanlaşır. Bir dənə şirki saxlayarlar və hər şeyi tərk edərlər. Hədə bəbu muhimmun. Şeyx Hüseyin rahimehullah gətirir ki, bu deyir, mühim deyir, bir babıdır. Və huwa ennehu yenbəği lil insan en yura'iya halata min yulqi ileyhil ilm. Və deyir, vacibdir ki, insana diqqətli olması. Diqqətli olması ki, insanların halına uyğun elmi necə atır və ya necə deyir. Və izə kənə yaxşə ən yəfhəməl mulqa ileyhil ilmi şeyin alə xilafi fələ yulqi ileyh. Əgər deyir, qorxursa da, bunu çatdırdıqda, bu elmi çatdırdıqda insanlar deyir, ona qarşı xilaf çıxacaq, problemlər baş verəcək, onu deyir, deməməlidir. Hətta haqq olsa belə. Hətta bundan götürən dahilər var ki, alimlər, baxırsan ki, deyir, insan dəvət edirlər, lakin problemləri var. Problemlər var. Amma lakin ətrafında böyük insanlar var. Və o insanları aşırıma doğru aparmır. Sadəcə tövhidi çatdırır, haqqı çatdırır. Aydın olur. Sən bilsən ki, ona rəddiyə versən, toplum dağılıb böyük bir fitniyə səbəb olacaq, ona rəddiyə vermirsən. Və onu deyirsən, saxlayırsan. Zamanla, məkanla doğru getdikdə, düzəldikdə onda deyir, neyinsən, rəddiyə verirsən. Çünki deyir, qayda var. Liənnə dərəl məfəsid xeyrun min cəbil məsalih. Məşhurdur. Məfsədəni tərk etmək xeyirdir, nədir? Məsləhəni cəlb etməkdən. Yəni, baxırsan ki, bu şey dəf etsən, böyük bir fitnə baş verəcəkdir. Böyük bir nədir? Məsələlər qarşı. Onda məsləhə nədir? Məsləhət nədir? Onu neyinsən? Cəlb edirsən. Onu əldə edirsən. Bax, qısa olaraq, xırda bir məsələnin, haqq olsa belə, xırda bir məsələnin, fitnənin və yaxud da müxalifliyi fərqi yoxdur. Onu aradan qaldırsan, böyük bir fitnə baş verəcək, qaldırmırsan. Deyirsən, qoy geçsin. Məsələn, bir görsən fışqıraq çalır, cahildir də. Deyirsən ki, fışqıraq çalmaq haramdır. Bu tərsindən tutur, səhər baxsan, tütək çalır. Artıq neysən, bunu bu fışqıraqda dayanırsan. Yavaş-yavaş, birdən yox. Onun üçün insan var ki, məsəl üçün, baxsan ki, xırda, deyək ki, ona gedir, borc və s. və ilə yüngül onu başa salsan, görürsən ki, başa düşmür. Onu alladır, bunu alladır və başlayır böyük bir nədir, fitnələrə gedir. Və o da deyir, nəticəsi ya cəmaatdan uzaqlaşır və yaxud da ki, dinini tərk və yaxud da namazı tərk edir və s. və ilə. Yəni, elə hallar var ki, o insanın halına görə neyinsən? Müamilə edirsən. Elə qövm var, elə dövlət var, elə böyük şəhərlər var. Bunlar hamısı eyni babdandır. Müamiləyə görə neyinsən? Duruma görə nədir? Müamilə edirsən. Ancaq bu qaydanı şeyh gətirdi. وَلِهَذَا قَالَ عَلِيٌّ رَضِيَ اللّٰهُ حَدِّثُ النَّاسَ بِمَا يَعْرِفُونَ وَمُرَادُهُ بِمَا يُمْكِنُكُمْ مَعْرِفَةُ فَلَيْسَ الْمُرَادُ بِمَا سَبَقَ لَهُمْ بِهِ الْمَعْرِفَةُ لِأَنَّ مَا سَبَقَ لَهُمْ بِهِ مَعْرِفَةٌ لَا يَحْتَاجُونَ إلى تحديث به ويحدثوهم بما يمكنكم أن يعرفوه فأما لا يمكنكم أن يعرفوه فلا تحدثوهم وعلّا ذلك بقول أتحبون أن يكذب الله ورسوله. Ona görə Əli radiyallahu anh sözünü deyib, bu əvvəldə gətirdi ki, hədisin əvvəlində bab olaraq, yəni hədisə daxil etmədi, lakin İmam Buxari rahiməhullah bab olaraq bunu da əlavə elədi ki, insanların deyib, düşüncəyi tərzdə, anlayacağı tərzdə deyib, məsələləri başa salın. Yəni, mümkünlüyü olduğu halda, əgər deyil, mümkün deyilsə də, yəni onu o fəhmi götürmürsə də, gücü çatmırsa da, onu ona çatdırma. Çünki deyir, məsələn, düzgün başa düşməz, Allah və Rasul nə sayar? Yalan sayar. Elə söz işlədər ki, elə danışar ki, demək, belə buzbaşı, belə olmalıymış. Neyniyər? Yalan sayar. Küfür edər. Və ona görə də insanların deyir, başa düşdüyü halda neynəməlisən? Çatdırmalısan. Məsələn, deyir ki, insan var, dində deyir, nədir? Təzədir.
Ona deyir, nə deyir? Başa düşdüyü nədir? Tərzdə başa salırsan. Məsələn, deyir ki, Hədə dinu cədu və lə yəqbəlunahu lakin hədə yəni ənə lə nəqul haqq. Yəni biz onda deyir, belə çıxır ki, haqqı deyir demirik ona. Haqqı gizlədirik. Belə sual verirlər. Əksinə deyir ki, xeyr, haqqı deyirsən. Və lə nətəhayyanu vaqtan yakun fihi qabulun nəsil haqqı alə vəci səhih. Xeyr deyir, əksinə deyir, zamanı, vaxtı gəldikdə deyir, deyəcəksən deyir. Bax deyir, bu şey neynədir? Hansı ki, öncəki hədisdə keçdiyimiz Muaz bin Cəbəl. Gör, neynədir deyir? Demədi, amma zamanı, vaxtı gələndə neynədi? Dedi. Dedi, amma gəldi, saat çatdı. Demək, hər şeyin deyir, vaxtı zamanı var. Vaxtı zamanı gəldikdə deyir, haqqı deyirsən. O demək deyil ki, sən haqqı gizlərsən buna görə. Tamamilə bildiyin haqqı deməyib, dünyadan köçərsənsə də o hala ola bilər girsin. Amma zamanı, məkanı baxırsan ki, elə bir şeylər ki, bax, burada sən danışsan, məsələn, gedirsən ki, İmamzadanın içində deyirsən ki, bu batildir, başlasan şey eləməsən, nə qararlar? Salamat çıxanmazsan. Yəni, başa, hər şeyin nəyi var? Zamanı var, məkanı var. Belə çıxır ki, sən orada deməsən, haqqı gizlətsən. Xeyr. Yəni, ona görə də şeyx gətirir ki, xeyr, elə deyil. Məsələn, düzgün deyə başa düşmək lazım. Əli radiyallahu sözünü deyir, düzgün başa düş. Ki, Əli radiyallahu orada nə deyir? Yəni, fəhmini deyir, düzgün başa düşənlərə deyir. وما يفعل بعد إخواننا لأن إذا أرادوا أن يحققوا مسألة من صفات الله وصفات من صفات الله يجعلوا يشير بأيديه فيقول مثلا الله يجعل السماء على أصبع أو أراضين على أصبع ثم يذكر 5 أصابع التي ورد في حديث ابن مسعود ثم يقول بيد هذا حرام إذا من كان قال إذا إن أصابع الله مثل أصابعك. Deyir ki, məsələn, elə hallar var ki, qardaşlardan deyib, baxsan deyib, Allahın deyib, isim sifətlərini başa salır. İsim sifətlərini başa salır. Qayıdır deyir ki, Allah subhanə və teala deyib, barmaqları var. Və yeri, göyü bir barmağında, ağaçları bir barmağı və başlayır, əlini açıb barmaqlarını bir-bir göstərir. Aha ki, o hardan tutur. Cəmaatın içində tələbələr var, danışır deyir belə. Onun içindədir o qədər avvam insanlar var ki, yeni gələn İslama var ki. Və bunu nəyə başa düşür deyir bunlar? Bunlar başa düşür ki, bu əlinlə belə dedisə də, demək eyni şeydir də. Ya Allahın əli, onun əli. Gördün? Bənzətdir, təmsil elədi, misilləşdirdi, ən böyük küfr elədi. Və deyir ki, bu deyir, qardaşım, haramdır. Bunu etmək haramdır, olmaz deyir. Sən nətər danışdıqca ki, Allahın isimləri və sifətləri və onunla neynisən, özünü təmsil edirsən, göstərirsən. Bu da olmaz. Keyfiyyət verirsən, təmsil edirsən, misilləşdirirsən. Məsələn, var, bizim qardaşlar çox var, dəfələrlə. Neçə ilin ibadət əhlidir. O hamısı dərslərdə düzgün istifadə edəməməkdir, düzgün qayda eləməməkdir. Yəni, gəlməməkdir, iştirak etməməkdir. Özüm şahid olmuşam, amma qardaş danışır, deyir, qardaş, Allahın qədəridir, belə baş verdi. Qardaş deyir ki, hər şeyi Allahın boynuna atma da. Sən Allaha boyun sifətini hardan verdin? Mənim sən oxuyursan ki, Allah Subhanahu taalanın boynu var. Gördün? Heç nədən. Tanrılığın 20 ilin ibadət əhlidir, 15 ilin ibadət əhlidir. Deyir, hər şey bu Allahın boynuna atma da. Gördün mü? Ani bir səbqul lisən, dilinin sürüşməsi və ya əqidəni bilməməsi cəhdara çıxartdı. Zahir onun özü küfürdür. Sən Allaha nə deyib? Boyun sifəti verdin. Ondan başqa çox danışır. Məsəl üçün Allah subhanə və teala başqa gözlərinlə göstərmək budur. Bunlar hamısı nə deyir? Haramdır. Və sonra deyəndə ki, qardaş, əqidəni öyrənmək, bilmək lazımdır. Elə bilirlər ki, əqidə Allaha, mələklərinə, kitablarına bu da əqidədir. İman gətirmək. Amma Allah Subhanahu özü haqqında sən bilməlisən. Bu vacibdir. Allah bunu əmr edir. Subhanahu və Teala. Onun şeyx gətirir ki, bu şeylər haramdır. Burada illə var. Məsələlər var deyir burada ki, sənə kim icazə verir? Sən deyir bu cür şeylər danışdıqca başqa yerlərdə gör insanlar deyinizə başa düşəcəkdir məsələni. Onun üçün Əli radiyallahu sözünü bir də gətirir ki, insanları
Elə halda, elə sözdür ki, onların başa düşdüyü halda. İstəyirsən ki, Allah Rasulünün deyir, ona yalan saysınlar. Yaxşı, bu avvam ki, sən ki, əlinlə, barmağınla görsətdi. Sabah o barmağına iman gətirsə, Allah yalan sayır, saymır. Allahı insana misilləşdirərək yalan saydı. Yalan saydı, saymadı. Təbii ki, saydı. Allaha nədir? Və onun Rasulunu yalan saydı. Niyə? Mənim Allah Rasulü elə demişdi ki, üstə adi, yəni danışıqdan günə çıxdı. Sağ adi gələn bir şeydir. Və yaxud da arşı, tavanı, hər şeyi görsədirlər. Bunlar hamısı şeyx gətirir ki, qardaş, bunlar nədir? Haramdır. Ona görə deyir, baxmaq lazım. Elə hallar var ki, deyir, məsələn, insanlar deyir ki, talaq məsələsi 3 dənə bir sayılır. Elə də elə deyil, 3 dəfə dalbadal desən, yəni bir sayılır. Bunu deyir, çalış deyir, hər yerdə demə. Hər yerdə danışma deyir. İnsan deyir, rahatlaşdırır məsələni. Amma deyir, elə hallar var ki, bir dəfə də deyəndə nədir? Hökm daşıyır. Və yaxud da ki, qəzəbli hallar. Bu şeyləri yaymaq lazım deyildir. Yəni, məsləhət deyildir. Yəni, artıq adi hal hökm daşıyır. Qəzəblənən ki, mən talaq verdim sana getir. O bir qəzəblənmişsin də. Neyini? Asanlaşdırır məsələni. Ani anda elə ola bilər ki, əsəbli hal olmasın. Desin, özü-özündə zənn eləsin ki, əsəblidir. Və yaxud da ki, deyir ki, dur, get buradan. Buradan deyir, o demək deyir ki, talaqdamaq. Xeyr, niyyətə qayıdır. Xulu deyilən bir şey var. Əgər sən getsin, niyyətində qayıtmasın niyyəti ilə deyirsənsə boşanmaq, o hökmü daşır, talaq hökmü daşır. Şeyx gətirir ki, bu şeylərə diqqət elə deyir. Bax, harada nədir, nəyə danışırsan. Ona görə də məsələ nədən ibarətdir? Elə hallar var ki, bu dəqiqə dövrümüzdə baş verən bir şeydir. Bir dəqiqə hamı bir-birini qırır. Onu cəhli, bunu cəhli. Görsəm, kimlər pərən-pərən oldu? Cəmaat. Oldu, olmadı? Parçalandılar, parçalanmadılar. Demək, elə hal var ki, qardaş, o halda sən rəddiyə verməməlisən, saxlamalısan. Mənim Peyğəmbər sallallahu aleyhi və səlləm şeyx gətirir ki, tanımırdı münafiqləri. Deyə bilməzdi ki, bunlar münafiqlərdir. Deyərdi, kimə verdi? Sahabəyə deyir ki, adını da yazdı verdi, amma haqqı dedi. Dedi demədi? Dedi ki, bunlar münafiqdir. Yaz. Yazdırdı nədir? Sahabəyə verdi. Lakin alayı hamıya yaymadı. Niyə? Deyəcəklər ki, Məhəmməd öz sahabələri neyinidir? Aleyhisselam öldürdü. Gördün böyük fitnəni. Münafiq idiləri, münafiq. Münafiqi bəyan eləmədi Peyğəmbər s.ə.v. Ümumi olaraq. Bunlar ibadət əhlini nə günə qoyurlar? Bundan bir dərs götürmək lazımdır. Bundan bir düşünmək lazım. Peyğəmbər s.ə.v. həyatına, onun yaşadığına bu nə baş verir? Mən nə eləyirəm, Peyğəmbər s.ə.v. nəfər eləyibdir. Bunlar hamısı nədir? Əli radiyanın bir dənə kəlməsinə qayıdır. Əturidunə ən yükəzziballah və Rasulü. Siz istəyirsiniz ki, onlar Allah və Rasulünü deyə yalan saysınlar. Sonra növbəti bab açır. Burada inşallah kifayətlənək. Allah subhanətələ bizi üst bayramlardan etsin. Subhanəkə Allah'a və həmdik. Əşhədu ən la iləhə ilə nəstəxir və tubiləyik.